Tərəfindən həyata keçirilən kompleks əməliyyat axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə küllü miqdarda narkotik vasitə heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına kafel yapışdırıcısı yük aparan vaqon Astara Dəmir Yolu gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib. Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-ündə xüsusilə küllü miqdarda qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar edilib. Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır. Faktla bağlı araşdırma aparılır.